Cəmi 49 qəpiyə barmaq çubuqları yenidən sizlər üçün gətirdik. Nə qədər istəsəz sayı da mövcuddur. 49 qəpiyə ən çox verdiyiniz suallardan biri də budur ki, bəs 50 qəpiyi versən 1 qəpiyi qaytarılır. Bəli, kassadan istəyirsiniz, yerindəcə 1 qəpiyi qaytarılır. Nə qədər istəsəz gətirmişik. Buradan da özümü tuturam bizimlə prinsip aparmaq istəyən, rəqabət aparmaq istəyən mağazalara. Siz bizim rəqabət aparacağımız mağaza deyilsiniz. Çünki siz bir dənə barmaq çubuğunu endirimdə satırsınız. Bizdə siz 150 manata satdığınız mişqa biz sizdən 50% aşağı veririk. Yəni biz sizdən nə rəqabət aparaq? Bunu biz yox, bizim müştərilərimiz deyir. Bizim müştərilər razı qalaraq deyir ki, adam istəyir deyir, dünən bir müştəri gəlib, adam deyir istəyir sizdən alıb aparıb üstünə pul qoyub satar. Yəni elə bir mağazadır bura. 49 qəpikdən nə qədər istəsəz gətirmişik, gəlirsiniz, ürəyiniz istədiyiniz qədər alırsınız, razı qalırsınız. Onu da deyim ki, o qədər dəli olmamışıq ki, kiminsə prinsipinə düşər, məhsulun maya dəyərindən də aşağı satar. Nə qədər istəsəz 49 qəpikdən barmaq çubuqları mövcuddur.